Tikintisi 4 ilə ərsəyə gələn, sizlərə maya dəyərindən, bazar dəyərindən qat-qat aşağı qiymətə təklif olunan 4 sotda 7 otaqlı, kubçalı şəxsi tikili həyət evini təqdim edirəm. Qiyməti 20.000 manat endirilib. Hal-hazırda bu keyfiyyətdə, bu tikilişdə ev yoxdur. Birinci mərtəbə, mərtəbələr arası və evin dam hissəsi, yəni damın alt hissəsi monolit betondur. Çox keyfiyyətlə inşa olunub. Evin dörd bir tərəfinə keçmək olur, qoşa daşdır. Baxın, adicə besetka kolonlarla inşa olunub, həyət kolonlarla, beton rigerlərlə inşası başa çatdırılıb. Zabora kimi fundament verilib. Çox keyfiyyətlə inşa olunub. Həyətdə su basenisi var, monolit betonla yığılıb. Həyətdə sanitar qovşağı, bu hissədə kombi otağı və generatoru vardır ki, avtomatik işıqlar söndükdə quraşdırılır. Ünvan Masazır qəsəbəsində 6 nömrəli məktəbin tam yanında. Həyətdə əlavə olaraq əldamı üçün yeri də vardır ki, adicə əldamının baxın dam hissəsi də monolit betondur. Evin keyfiyyətinə çox önəm verilib. Hal-hazırda bu qiymətə, bu keyfiyyətdə belə bir ev yoxdur. Təcili olaraq satılır. Besetkanın alt hissəsi görürsüz, burada monolit betondur, padval kimi istifadə olunub, evin yan hissəsinə keçmək olur. Orada da evimizin padvalı var. Qazı, suyu, işığı, kanalizasiyası, kubçası var. Qiymət 210 mindən 190 min manata endirilib. Sadəcə olaraq fasadda kosmetik işləri qalıb. Evin daxili hissəsi tam təmirlidir. Giriş hissəsi qranit mərmər gördüyünüz bütün hissələr istipolla təchiz olunub, 7 otaqdan ibarətdir. Hal-hazırda 4 sotda, yəni torpaq alıb bu ölçüdə, bu qiymətə belə bir ev inşa etmək bu keyfiyyətlə qeyri-mümkündür. Geniş qonaq otağı var və bu hissədə yerləşir evimizin yataq otağı. Bütün otaqların pəncərəsi öz həyət yana sahəsinə açılır, kamera sisteminə kimi var. Hazır evdir, hörmətli izləyicilərimiz. Bircə evin xərci fasad boyasının rənglənməsidir. Birinci mərtəbədə yerləşən növbəti otağı, sanitar qovşaqları hər biri ayrı-ayrıdır, tam təchizatdır, yüksək keyfiyyətlə inşa edilib. Sonda sizlərə mətbəx hissəsini göstərəcəm. İkinci mərtəbəyə qalxırıq. Evdə hər mərtəbə, dönə-dönə qeyd edirəm ki, hər mərtəbə monolit betondur. Evin dam hissəsinə kimi monolit betondur. Burada belə bir böyük bir koridor hissəsi var. Buranın oturma otağı kimi istifadə olunur. Yəni qonaq otağı kimi də istifadə edə bilərsiniz. İkinci mərtəbədə yerləşən yataq otaqları maşallah olsun genişdir və hər bir otağına işıq düşən pəncərəsi var. Qiyməti 210 min manatdan 190 min manata endirilib. Maya dəyərinin aşağı qiymətə satılır. Tikintidən anlayışı olanlar gəlib baxsa biləcəklər. Masazırda 6 nömrəli məktəbin tam arxasındadır. Məktəbə, marşrutda dayanacaq yaşayış obyektlərinə çox yaxın yerdədir. Təcili olaraq satılır, qiyməti endirilib. Sonda isə sizlərə mətbəxini göstərim. Mətbəx də istipolla təchiz olunub və kifayət qədər genişdir. İzlədiyiniz üçün